Bu avtomobil qiymətinə görə, təqdim etdiyi məsafə, keyfiyyətə görə çox rəqabətli bir avtomobildir. Düşünürəm ki, siz bu avtomobili alanda ki, insanlar həmişə bu sualı verir. Ay Tural, mən nə alım? Bax, bu sual var. Mən istədim ki, bax, bu sualın cavabını indi tapacaqsınız. Geely Galaxy Starship 7. Bəli, maşının dizaynına baxanda deyirsiniz ki, bu bir neçə avtomobildə belə dizayn var axı. Məsələn, Li, yəni Li 6 ilə identiklik təşkil edir. Ön monoqaş, gündüz hərəkət fənərləri və hansı ki, sadəcə burada biraz enlətmə edərək, qanad yaradaraq, vizual olaraq bunu artıq Geely-yə uyğunlaşdırıblar. Daha sonra yenilənmiş Geely logosunu bu hissəyə yerləşdiriblər. Təbii ki, avtomobil bütünlüklə kameralardan ibarətdir. Yəni 540 dərəcə görüntüyə sahibsiniz. Siz yəni uçana, qaçana imkan verməyəcəksiniz və hər şeyi görəcəksiniz. Öndə heç bir radiator barmaqlığı yoxdur və radiator barmaqlığı hissəsi məhz bu hissədədir. Bəs uzaq vuran və yaxın vuran işıqları hara yerləşdiriblər? Uzaq vuran və yaxın vuran işıqlar isə bax burada nazik formada yerləşdirilib. Avtomobilin dizaynı digər Çin rəqiblərindən fərqli olaraq inqilabi deyil. Bu, lakonik bir dizayndır. Bu istifadəçilərin, misal üçün deyirəm, Çin istifadəçilərin xoşuna gəlir. Çünki inqilabi dizayn riskdir. Tuta da bilər, tutmaya da bilər. Amma bir də var ki, qapısı bağlanır. Amma bir də var ki, artıq bəlli bir dizayn fəlsəfəmiz var. Biz buna sadiq qalırıq. Biz bunu adətən harada görə bilərik? Yaponlarda. Yapon fəlsəfəsində məhz budur. Düz olanı, işləyəni dəyişmə. Ona görə biz Yaponların həm mühərrikdə, həm də dizaynda çox gec-gec dəyişiklik etdiklərini edəndən də elə bir əyri şey eləyirlər, deyirsən ki, Allah, sən neyinirsən? Ondan sonra köhnəyə qayıdardım. Çox güman ki, Geely dizaynerləri də məhz bunun üzərində oturublar. Ən-ənəvi dizayna gedirik. Hamı maşınları bu cür indi dəbdədir, monoqaş. Ön işıqlarda, gündüz hərəkət fənərlərində. Gəl bunu biz belə edək və keçək avtomobilin arxa hissəsinə. Avtomobilin arxa hissəsinə baxanda burada yenə də biz lakonik və pragmatik bir dizaynı görürük. Çox yazı yoxdur. Geely BYD-ni məhz bu gibrid texnologiyası ilə taxtından salmaq üçün bunu edir. Texnologiya demək olar ki, eynidir. EMI 7 Galaxy Starship. Amma biz burada çoxlu yazılar görmürük. Adətən Çin avtomobillərində gördüyümüz yazılar nədən ibarətdir? Buralar elə bilir ki, bütün avtobiografiyadan ibarətdir. Deyirsən, Allah, bunlar niyə vururumsa? Geely yazısı 7 EMI Galaxy Starship yazısını buradan görmürsünüz və monoqaş var. Gəlin bu monoqaşı işə salaq. Və bu monoqaş da çox estetik hazırlanıb. Bu hissədə olan xətlər isə bizə nəyə xatırladır? Zikr. Zikr 001-in və ya Zikr X-in 7-də də var. Eyni cür monoqaş və bu cür xətlərdən, düzünə xətlərdən istifadə ediblər. Ona görə maşın belə oval, aerodinamik bir xüsusiyyətə malikdir və avtomobili damı bütünlüklə panoramadan ibarət olduğuna görə avtomobilin bütün lak rəng sistemi sinkləşdirilmişdir. Rus dilində ona atsinkovka deyirlər. Bir çoxları nə deyirlər? Deyirlər, Çin avtomobili paslanır. Məhz bunu etmək üçündür və rəng qatı 110-120 mikron arasıdır. Bu tamamilə bir keyfiyyətli rəngin standartına uyğun bir avtomobildir. Deməli, kapot ağırdır. Təbii ki, burada gidravlik gücləndirici yoxdur və çox maraqlı bir şey ediblər. Həm açan qapağı narıncı rəngdə ediblər, həm tutqacın başını, həm də hara taxacağı da narıncı rəngdə eləyiblər. Bu nə üçündür? Sən bunu götürəndə adətən deyir, bunu hara taxırıq? Həm ox işarəsi veriblər, həm də narıncı vurublar ki, biləsən ki, buna hara taxmaq lazımdır. Motor çox sadədir. Bu tipli maşınları istehsal edən Çin konveyerində olduğu kimi 1,5 litrlik atmosfer mühərrik AI-92 yanacağını dəstəkləyir və sadəcə elektrikdə 55 km məsafə qət edir.
Amma gibridlə bərabər bu 1355 kilometr təşkil edir. Sadə atmosfer mühərrikin olma səbəbi nədən ibarətdir? Bizim coğrafiyada mühərrikin yanında hansısa bir kəlmə, TDI, CDI, nə bilim nələrsə olursa adamlar başlayırlar qorxuya düşməyə. Turbo mühərrik görəndə isə ümumiyyətlə bir çox ustaların canına vic-vicə düşür ki, turbo pisdir, turbo alma. Ona görə belə bir avtomobillərdə çox da riskə girmirlər. Ənənəvi 1.5 litrlik atmosfer mühərrikdən istifadə edirlər və həmçinin yanına bir elektrik batareyası da qoyurlar ki, siz daha uzun məsafə qət edə bilərsiniz. Dediyim kimi AI92 ilə işləyir. Bu o deməkdir ki, Azərbaycan segmentində bu avtomobil uğurlu ola biləcək bir avtomobillərdən biridir. Sürətini soruşuruksa, bu avtomobilin 0-dan 100-ə 7,7 litr saniyəyə sürətlənir. Yəni, bu avtomobili çox çevik avtomobil də saya bilmərik. Çünki bu avtomobilin təyinatı bəllidir. Bu avtomobili kimlər sürməlidir? Dinamik idarə etmə tərzini sevmir, qaydaları pozmağı sevmir, tələsmir, özünün köhnə Alman avtomobilini satıb, görəsən təzə nə alım ki, mənə sərf eləsin demək istəyənin avtomobilidir. Belə bənzətmə görmüşdü Nasir. Avtomobilin arxa oturacağı çox rahatdır, dəri, süni dəridir və yüksək keyfiyyətdədir və rəng balansını bozla çox yaxşı tutturublar. Bir dənə Type-C, bir dənə də USB-A bölməsi var. Hava vurmanı təbii ki, buradan kontrol etmirlər, öndən kontrol olunacaq. Telefonunuzu bura qoya bilərsiniz şarj etmək üçün. Rezin ayağı altıdır, pəncərəni aça bilirik, panorama lükdür, qapı açacaqları buradadır. Buradan vurursunuz və açırsınız. Qapı tutqacını burada belə gizlədiblər, çox da gözümüzə girmir. Yəni, dizayn çox minimalistikdir və dediyim kimi, ənənəvi bir dizayn fəlsəfəsindədir. Rezin ciblərdir, daha doğrusu dəri ilə örtülmüş ciblərdir. Çox sevdiyim bir şeydir. Nəyə görə? Bəzən olur, almanlar bura tor qoyurlar. 100 minə maşın verirsən, baxırsan ki, bura tor qoyub ki, niyə tor qoyasan ki bura? Yəni, kifayət qədər rahat əyləşib, uzaq məsafələrə belə həftə sonları rayona gedək, dincələk deyirsinizsə, sizin avtomobildir. Ön hissə ənənəvi Çin dizaynındadır. Flyme Sound bu səs sistemidir. Bu qiymətə, yəni maksimum 42.000 qiyməti var da bu avtomobilin. İndi hal-hazırda avtomobilin komplektasiyadan asılı olaraq qiymətlərini ekranda görürsünüz. Bu qiymətə bu səs sistemi inandırım sizi tapa bilməyəcəksiniz. Üstəgəl səs vurucuları görün necə estetik yerləşdiriblər. İkincisi, bu hissə adətən Çin avtomobillərində olan bir hissədir. Deməli, telefonun şarj etməsini bax bu hissəyə yerləşdiriblər. Bütün Çin avtomobillərində eyni cür olur. Çünki bu istifadəçi təcrübəsidir. Çinlilər adətən belə metodologiyadan istifadə edirlər. Getdim, telefonu götürdüm, baxdım və s. Burada 50 vaatlıq sürətli simsiz şarj etmə var. Üstəgəl altında da soyuducusu var. Yəni, hava vurur ki, onu soyutsun. Çünki bu qızır. Bir çoxlarının etmədiyinidir ha. Bir çoxları simsiz şarj etmə qoyurlar. Telefonu qoyursan, götürsən, Allah, telefon od kimi. Amma burada bir soyutması var. Daha sonra nə ediblər? Havalandırma sisteminin buradan kontrol edilməsi var. Biz bunu həm söndürə bilirik, həm yandıra bilirik. Sürətini bax bu şaybə vasitəsilə artırıb azalda bilirik. Daha sonra kondisioner sistemi bu niyə görə lazımdır? Burada nəyisə axtarmaq əvəzinə əlinin altında olanda, çünki əzələ yaddaşı, barmaq yaddaşı burada işləyir də, bilirsən, düymənin yerini əzbərə bilirsən və onu orada həll etmiş olursan. Bu mənim çox xoşuma gəldi. Temperatur 15 dərəcəyə qədər, təsəvvür edin, 15 dərəcəyə qədər sala bilirsən, bu da superdir. Daha sonra keçirik, 2 mərtəbəli konsol sistemidir. Bu 1, bu da 2, burada da əşyaları qoyursunuz. Bu da ənənəvi Çin modelləridir. Daha sonra 2 stəkan qabıdır, bunu vururuq, açırıq və burada da bizim bir dərin qabımız var. Daha sonra belə açdığımız əlcək qabıdır. Bunu buradan sadəcə belə açırsan, sadəcə buradan istifadə edirsən. Yenə minimalistik bir dizayn, hava vurucularını çox yaxşı belə xətt eləyiblər. Misal üçün Zikrda mənim çətinliyim nədən ibarətdir? Zikrda belə deyildi ya, monitordan idarə edirsən. Havanı tam üstüdə tutuzdura bilmirsən. Çünki sənin barmaq sürətindən sensorun ona hərəkət etmə sürəti arasında fərq olduğuna görə ləngimə baş verir. Burada belə bir şey yoxdur, bu texniki olaraq belədir. 360 dərəcə kamerasını qoydun və salam, kamera çox yüksək keyfiyyətdədir.
Malades sizə. Flyme OS-in üzərindədir bu əməliyyat sistemi. Həm Zykr'da da eyni şeydir, linklərdə də və digərlərində də eyni əməliyyat sistemlərindən istifadə olunur. Qarşımızda head-up display var. Bu head-up displaydə bütün informasiyalar var ki, bu avtomobilin piyada təhlükəsizlik sistemi də var. Yəni piyada qarşısına qəfil çıxarsa, bu avtomobil dayanır. Demək olar ki, haşiyəsiz arxanı göstərən güzgüsü var. Komandirski LED işıqları var. Panorama lüku buradan idarə edirsən. Bu təbii ki, oba. Bu Zykr'da da eyni yerdir ya bu. Deməli, güzgü, yanında balaca LED işığı bağladıq. Super. Gələk sükan sisteminə. Sükan tam yumru sükan deyil. Həm baş hissədən, həm də alt hissədən kəsilmiş bir sükandır. İndi idarə edəndə biz daha rahat görəcəyik ki, bu avtomobildə necədir, necə görünür, idarə etmə zamanı rahatdır, yoxsa yox. Çünki mən Tesla Model X Plate'də tam üstü kəsilmiş formada idarə etmişəm. Mənə rahat idi. Sözün açı biraz qəribə gəldi, amma mənə rahat idi. Burada Geely'nin öz logosu, oturacaqlar 4 istiqamətdə nizamlanır. Həm də oturacaqların isidilməsi və ventilyasiyası da var. CarLink-lə avtomobilə qoşulursunuz, avtomobili idarə edirsiniz. Enerjiyə qatılırsınız ki, sizin nə qədər bateriyanız qalıb, nə qədər benziniz qalıb. Çox estetik dizayn deyiliblər bunu ya. Dizaynla, həqiqətən də proqram təminatının dizaynla söz ola bilməz. Belə, indi isə biz avtomobili idarə edək. İlk dəfə sürəcəm. Görüm avtomobilin idarə etməsi nə yerdədir. Deməli, bu avtomobildə sürət qutusu danışıq burada yoxdur axı. Düz sükanın altındadır. Keçirtdik. Əssalam. Rahat, oy. Hərəkətə başlaması çox yumuşaq oldu. Rus dilində buna deyirlər. Plavını həlim. Həlim start verdi. Regenerasiyanı qoymuşuq mediuma. Burada bir neçə üsulla regenerasiya edə bilirik. Yəni enerjini bərpa edə bilirik. İlk təəssürat, maşın çox yumuşaq başladı. Nasıl? Yəni xoşuma gəldi. Getdi, qəşəng. Deməli, zolağı tutma assistenti var. Bunu ekrandan da nizamlaya bilirsiniz. Zolaqdan çıxanda sizə xəbərdarlıq edir. Qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsi saxlaya bilir. Buna tıxac assistenti deyə bilərik. Yol nişanlarını tanıyır, sənə xəbərdarlıq edir ki, misal üçün burada 60 idi, sən 75 gedirsən, 80 gedirsən. Piyadanı görə bilir. Avtobusu, yük avtomobilini, kör zonaları görə bilir və çox rahat bir avtomobildir. Həqiqətən, belə smooth, belə o qədər həlim gedir ki, ləzzət elədir. Yəni, bu avtomobil əslində bizə, dediyim o plazada işləyən maşınıdır da. Yəni, axşam 6, gedək filan kafeteriyada oturaq da deyən və Kaspian Plazadan çıxdı, getdi, avtomobili götürdü və rahat hərəkətə başladı və maşında oturan dedi ki, o nə qəşəng rahat gedir bu. Elektrikdir. Yəni birinci sual bu nə olacaq? Bu avtomobilə verilən birinci sual bundan ibarətdir ki, bu avtomobil elektrikdirmi? Xeyr, bu avtomobil hibriddir və tam doldurulmada 1335 kilometr məsafə qət edir. Sürücünün oturacağı 6 istiqamətdə nizamlanır. Çox yaxşıdır. Dönmə işığının bir dənə öyrəşməli olduğunuz məqamını deyim sizə. Biz nəyə öyrəşmişik dönmə işığında? Basırıq onu, belə şaq eləyir, keçir ora, çıqq eləyir. Burada belə bir şey yoxdur. Yəni siz basırsınız ora, qayıdır yerinə, amma dönmə işığı yanır. Ona görə geri qaytarmaq istəyirsinizsə ona yüngül belə toxunuş edirsiniz belə. Toxunuş edirsiniz ha. Ki o başlasın yanmağa. Bir dənə yüngül toxunuş, təzən onu qaytarırsınız geri. Yəni bunu niyə ediblər bilmirəm. Bəlkə də o çıqqıltı hansısa Çinlini narahat edirdi. Ola bilsin də bu daha çox Çin istifadəçilərinin təcrübəsinə istiqamətlənən bir avtomobildir. Bu avtomobili Li Xiangdan Lilərlə müqayisə etmirik. Ayrı-ayrı çəki kateqoriyasıdır, ayrı-ayrı siniflərdir, ayrı-ayrı auditoriyası olan avtomobillərdir. Yəni bunu Li 6 ilə müqayisə eləmirik, səhv etmiş ola bilərik. Çünki Li zaten bu hibridlərin arasında, bu texnologiyanın arasında ən tələbatlı markadır. Həqiqətən. Yəni bunu etiraf eləmək lazımdır ki, bilmirəm niyə
o rusların belə zaşol deyir, ruslar deyir. Ya bu avtomobil bizimkilərin xoşuna gəldi də. Nədir səbəbi? Niyə xoşlarına gəlir bizimkilərin? Mən bilmirəm sevmə səbəbləri nədir. Əgər deyir sevirlərsə, deməli bu avtomobildə nəsə var. Və əminəm ki, bu avtomobili də sevəcəksiniz. Sadəcə Geely Bakı mərkəzinə gəlin, avtomobillə tanış olun. Zikrla elektrikdə, Lynk & Co-la gibriddə çox böyük təcrübələri var. Yəni avtomobilin markanın arxasında bir güc dayanır. Və o güc həqiqətən də markanı daha yaxşı yerlərə və səviyyəyə çatdıra biləcək bir gücdür. Yəni bu dünən çıxdı, bugün batdı markalarından biri deyil. Geely bir gələcəyin bir böyük avtomobil, ən böyük avtomobil istehsalçılarından biri olacaq. Buna əmin ola bilərsiniz. Ön təkərlər ventilyasiyalıdır, arxa təkərlər ventilyasiyalı deyil. Bu digər təkərlərdir, 19-luq təkərlərdir. Daha da təbii ki böyütmək olar. İlk təəssüratım ondan ibarətdir ki, sən sanki elektrik sürürsən, amma bu benzinlə olan avtomobildir. Deməli, 92-dən əlavə GBT ilə yüklənmə və DC ilə yüklənmə mümkündür. Deməli, GPT yüklənməklə 30 dəqiqə ərzində 80%-ə qədər enerjini də yığa bilərsiniz. Burada batareya daha çox köməkçi rolu oynadığına görə məncə o müddətin tez olması da o qədər də təəccüblü deyil. Yəni 55 kilometr yalnız elektrikdə gedirsiniz, qarışıqda isə təkrar edirəm 1335 kilometr. Təəssüratım bundan ibarətdir ki, maşın yaxşı maşındır. Dizayn olaraq qəşəng maşındır. Və üstəgəl dediyim kimi satmışam Alman maşınımı, satmışam Koreya maşınını. O qiymətə təzə Alman, təzə Koreya ala bilməyəcəksiniz. İçi dolu olan bir avtomobil ala bilməyəcəksiniz. Bu zaman siz Çinə yönəlirsiniz. Deyirsiniz ki, Çindən nə alım? Və adətən bu sual verirsə, ay Tural nə alım? Maksimum 42 minə qədər büdcəniz varsa, əvvəllər 35 minə falana aksent alardım balaca göy ekrandan qabağında. İndi sən 42 minə hər şey olan, bir dənə uçmağı qalıbdı maşının. Belə bir maşın ala bilirsən. 42 minə qədərdirsə büdcəniz, Galaxy Starship 7-yə mütləq baxın, avtomobillə tanış olun. Bu müddət ərzində sükanda, yəni bunun bu cür belə kəsimli olmasını mən əslində narahatlığını yaşamadım. Rahat, yəni bir toxunuşla döndərə bilirik. Qəşəng maşındır. Bəs sizin xoşunuza gəldi, yoxsa yox? Şərhlərdə fikirlərinizi yazın. Nə düşünürsünüz Geely markası haqqında? Fikirlərinizi bölüşün. Növbəti avtobazda görüşərik. Qismət olsa.